ve ecmaîn əmmə bə'd. Muhammed qardaş deyir ki, inşallah Sənan dayının adından, yəni bu yası İslam şəriətinə uyğun edəcək. Yəni adnalar, şeylər bunlar olmayacaq. Bu səhər, axşam duası, belə şey yoxdur şəriətdə, İslamda. Yəni 3 gün yas var İslamda. 3 gün ərzində kim gəlib başsağlığı vermək istəsə ailə üzvlərinə, Allah ondan razı olsun. Amma haqqını halal eləsin. Və əsas olan odur ki, yəni meyti insan şəriətlə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyən şəkildə dəfn eləsin. Vallahi yəni Quran ölülər üçün yox, Quran dirilər üçün. Allah Azze ve Celle Yasin surəsinin özündə buyurur ki, yəni biz bu Quranı nazil etmişik ki, sən diri olanlara xəbərdar edəsən. Quran qanunlardır, Quran əməl etmək üçündür. Quran ölülər üçün deyil. Ölülər üçün indən sonra dua lazımdır. Baba, biz indidən sonra ölülərimizi ta özümüz ölənə qədər də unutmamalıyıq. Onlara dua etməliyik. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, İzə mətə binə ədəmin qata əməluhu. Adəm övladı vəfat edəndə onun əməli kəsilir. 3 şeydən başqa. Yəni demək, Adəm övladı vəfat edərsə, əməl dəftəri bağlandı. 3 şeydən başqa, 3 şey açıq qalır. Birincidir, əgər o xeyirxah insan olubsa, yol çəkdiribsə, su çəkdiribsə insanlara xeyir işlərlə məşğul olubsa. İkincisi, faydalı elm qoyub gedibsə, insanlar onun elmindən faydalanırlar. Ona savab gəlir, hətta qəbrində olanda da. Üçüncü də vəladun salihun yad'u lehu. Salih övladın ona duası. Deməli, övlad o vaxtı salih olur ki, anasına, atasına vəfat edəndən sonra və ya yaxınlarına dua edərsə. Deməli, dua edərsə, vəfat edənlərə o salih övladdır. Deməli, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, onun üçün dua edin. Ona görə bir dəfə öz yoldaşına deyir ki, İn mitti və ənə həy səəd'u ləkə. Deyir ki, əgər sən vəfat eləsən, ey Ayşə, öz həyat yoldaşına deyir, mən də sağ olsam sənə dua edəcəm. Demədi, Quran oxuyur. Ona görə çoxlu dua eləmək lazım. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yəni vəfat edəni dəfn edəndən sonra bir qoyun kəsilib soyulan müddəti qədər dayanardı, onun üçün bağışlanma diləyərdi. Deyərdi, Allahım onun günahlarını bağışla, Allahım əff elə. Vallahi öləndən sonra ancaq buna ehtiyac var. Lakin insanlar şəriətdə, dində olan şeyi tərk edib başqa şeylər edirlər. Və hətta onun özünə belə əzab olunur, onun özünə əziyyət verirlər. Nəyə görə deyirlər ki, sən niyə öz yaxınlarına vəsiyyət etməmsən, tövsiyə etməmsən ki, yəni bu şeyləri, artıq şeyləri etməyin. Valla bunlar bizim İslam şəriətinə qıraqdan salınan şeylər. Hətta bu 40, 52, bunlar hamısı insanları çətinə salmaq üçündür. Biri faizə girir, biri o birisi yerə girir, birisi borc götürür. Bilmir yazıq öz yaxınının dərdini çəksin. Yoxsa bilmir ki, bu insanları necə yedizdirəcək, onun dərdini çəksin. Əksinə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Cəfər, əmisi oğlu vəfat edəndə deyir ki, İsna'u li əhli Cəfərə ta'amən. Deyir ki, Cəfərin ailəsi üçün yemək hazırlayın. Biz onu bəlkə də ağsaqqallar, böyüklərimiz görər ki, babadan, atadan ki, əvvəllər kimin yası düşürdü ona pul verirdilər, kimin yası düşürdü ona yemək pişirib gətirirdilər. Ki, onların başı qarışıqdır, amma indi əksinə olub. Ona görə yəni bağışlanma dilə, Allah günahlarını bağışlasın və biz özümüz də təsirlənək. Vallahi bu həyat qısadır. Bu həyat yəni bu ilə bitir. Vəssalam, bura kimidir. Göz qırpımı belə keçir bu həyat. Kimdən soruşsan bu həyatda nə qədər yaşadın, deyər ki, bir gün və ya 1-2 gün yaşadım bu həyatda. Ona görə ibadətlə, Allaha bağışlanma diləməklə bu həyatdan istifadə etmək lazım. Vallahi baxın bir şey deyim. Yəni insan necə bir şeydirsə, insan ölən saatı, ölən günü unudulur. Vallahi. Bax, bugün sənə deyirlər ki, filan kəs hardadır? Amma sən ölən kimi sənin adını çəkmirlər. Deyirlər ki, meyit hardadır, cənazə hardadır? Yəni, ölən kimi səni unudurlar. Ondan sonra sənin mülkünü bölüşdürürlər, amma sən Allaha cavab verirsən. Ona görə insan gərək, vallahi öz əməli ilə məşğul olsun. Deyir, yətbə'ul meyyitə sələsən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, meyitin arxasınca 3 şey gələr. Məluhu, əvladuhu və əməluhu. Mal, dövləti, övladları və əməlləri. Diyar cəhsinən və yəbqa vahid. Deyir, ikisi geri qaydar, birisi özü ilə bərabər. Bax, indi kim qalacaq burada? Vallahi billahi heç kim qalmayacaq. Yalnız əməlləri qalacaq. Yalnız. Ona görə əməl etmək lazım. Özümüz üçün əməl etmək lazım. Bax, İmam Əli radiyallahu anhu nə deyir? Deyir ki, ahirətin övladları var, dünyanın övladları var. Dünya gəlir və geridə qalır. Heç görmürsənmi dünya gəlsin və öndə qalsın? Yox, gəldikcə geridə qalır. Yəni, hər gün bizi ölümə yaxınlaşdırır. Amma deyir, ahirət gəldikcə öndədir. Yəni, deyir, siz ahirət övladları olun, dünya övladları olmayın.
Allah bizim hamımızın günahını bağışlasın. Allah anamızı əfv eləsin. 3 gün ərzində kim əgər yəni təziyə edərsə gəlsin, başsağlığı vermək istəyən, ya başsağlığı. Allah hamınızdan razı olsun. Allah bir daha da olsun.